Amerikada sığortanın böyük payı düşür özel sektora. Yəni özel sektor bundan məşğul olur. Bu gözəl bir şeydir. Özel sektorun bundan məşğul olması yaxşıdır. Niyə? Çünki hər şey dövlətdən asılıdır. Özel olduğuna görə dövlət onu sorğulaya bilir rahat. Dövlət özünü sorğulamaq biraz çətin olur. Özəlləri sorğulamaq asan olur. Özel də biləndə ki, dövlət bunu sorğulayacaq. Amma biraz ehtiyatlı olurlar. Yəni onsuz da burada mən görməmişəm sığorta işində, xəstəxana işində kiməsə nəsə variant gəlsinlər, necəsə eləsinlər. Eləyənlər varsa da yəqin ki, SNG millətidir. Başqa millətlər inanmıram buna eləsinlər. Yəni yerli cəmaət inanmıram buna eləsinlər. Nəysə, sözümün canı nədir? Deməli, burada belə bir şey var. Sən nə qədər çox qazanırsansa, o qədər ödənişin çox olur. Yəni ki, o deyirlər Robin Hood məsələsi. Sən Amerikada tutaq ki 200 min illik pul qazanırsansa, sən aylıq sığorta xərcində 200-300 dollar və yaxud 400 dollar belə olacaq və bunu da